Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Mətləb Quliyev adına 3 nömrəli tam orta məktəbdə olub. Zakir Fərəcov məktəbdə tədris, təlim, tərbiyə prosesinin təşkili ilə maraqlanıb, şagirdlərlə səmimi ünsiyyət qurub. Şəhər rəhbəri şagirdlərlə söhbət zamanı onların dərslərə marağı, bilik səviyyəsi və gələcək planları ilə maraqlanıb. Onlara daim çalışqan olmağı, biliklərini artırmağı və ölkəmizin layiqli vətəndaşı kimi formalaşmağı tövsiyə edib. Dərslərində uğurlar arzulayıb. Görüş zamanı Sumqayıt şəhərində həyata keçirilən sosial-iqtisadi layihələr, xüsusilə də təhsil sayəsində görülən işlər, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, tədris mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar ətrafında geniş diskussiya aparılıb. Məktəbin direktoru Ülkər Çəndirli şəhər rəhbərinə məktəbdə yaradılan şərait və tədrisin təşkili barədə ətraflı məlumat verib. Bildirilib ki, hazırda məktəbdə 1377 şagirdin təlim tərbiyəsi ilə 86 nəfər peşəkar müəllim məşğul olur. Müəllim kollektivi şagirdlərin bilik və bacarıqlarının artırılması, onların hərtərəfli inkişafı üçün böyük məsuliyyət və əzmlə çalışır. Qeyd olunub ki, ötən tədris ilində məktəbi bitirən məzunların təxminən 70%-i ali məktəblərə qəbul olunaraq tələbə adını qazanıb. Bu göstərici məktəbdə tədrisin yüksək səviyyədə təşkil olunduğunu və müəllimlərin fədakar əməyinin nəticəsini əyani şəkildə ortaya qoyur. Eyni zamanda məktəb şagirdləri respublika və şəhər səviyyəli fənn olimpiadalarında, müxtəlif bilik yarışları və idman müsabiqələrində uğurla iştirak edərək mükafatlara layiq görülüblər. Əldə olunan bu nailiyyətlər Mətləb Quliyev adına 3 nömrəli məktəbin Sumqayıtın qabaqcıl təhsil ocaqlarından biri olduğunu bir daha təsdiqləyir. Günay Hüseynova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.